Siz aziz gençler, müstakil Azərbaycan Respublikasının ne kadar çetinlikle başa geldiğini dərk ederek, müstakil Azərbaycan Respublikasının geleceğini koruyup saklayacaksınız. Ben buna eminim. Gənclik hər bir ölkənin gələcəyinin təməlidir. Gələcəyin möhkəm, sabit və güclü olması isə birbaşa gənc nəslin intellektual səviyyəsindən, sağlam düşüncəsindən, milli mənəvi dəyərlərə bağlılığından asılıdır. Gənclərin yüksək biliklərə malik, sağlam ruhda və bədəncə güclü, vətəninə və dövlətinə sadiq ruhda formalaşdırılması Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərindən biridir. Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və sistemli şəkildə həyata keçirilməsi Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Tarixə nəzər saldıqda görürük ki, 20-ci əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə və dünyada baş verən mürəkkəb ictimai-siyasi proseslər gənclər arasında ciddi mənəvi, ideoloji və psixoloji boşluqlar yaratmışdı. Gənclik nizamsız, pərakəndə bir vəziyyətə düşmüşdü. Məhz 1993-cü ildə xalqın təkidi, tələbi ilə ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı bu sahədə dönüş nöqtəsi oldu. Onun uzaqgörən siyasəti nəticəsində gənclərlə bağlı mövcud problemlər ardıcıl şəkildə aradan qaldırıldı. Gəncliyin inkişafında keyfiyyətcə yeni bir mərhələnin əsası qoyuldu. Dövlət gənclər siyasəti real nəticələr verməyə başladı. Çünki ümumilli liderin əsas məqsədi fiziki və mənəvi cəhətdən sağlam, düşüncəli, təşəbbüskar, istedadlı gənclər yetişdirmək və onların ölkənin inkişafında fəal iştirakını təmin etmək idi. 2 fevral 1996-cı il Azərbaycan gəncliyinin həyatında mühüm bir tarixi mərhələ kimi yadda qaldı. Həmin gün müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ümumilli lider Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin birinci forumu keçirildi. Məhz onun imzaladığı sərəncamla 2 fevral tarixi ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi təsis olundu. Bu gündən sonra qəbul edilən qanunlar, fərmanlar, sərəncamlar və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların sosial problemlərinin həllinə, məşğulluğunun təmin olunmasına, mənəvi və ideoloji cəhətdən yetkinləşməsinə son dərəcə müsbət təsir göstərdi. Qürurla deyə bilərik ki, ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu uğurlu gənclər siyasəti bugün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncləri ölkənin aparıcı qüvvəsinə çevrilmiş, bütün sahələrdə öz bilik və bacarıqları ilə özlərini doğrultmuşlar. Gənclərin sosial-iqtisadi problemlərinin həlli, onların potensialının üzə çıxarılması, dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır. Dövlət başçısının xüsusi önəm verdiyi əsas məsələlərdən biri də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Müstəqillik dövründə həyata keçirilən gənclər siyasətinin ən böyük uğurlarından biri də məhz bu amilin formalaşması oldu. Və elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər. Möhtərəm cənab prezident, siz elə bir gənclik yetişdirmişsiniz ki, bu gənclər təkcə dağı dağ üstə qoymur, onlar vətənin sabahını öz iradəsi, zəhməti və vətən sevgisi ilə yenidən inşa edirlər. Azərbaycan gəncliyi dövlət başçısının çağırışlarına hər zaman hazır olduğunu 2-ci Qarabağ müharibəsi dövründə əyani şəkildə sübut etdi. Yaşından asılı olmayaraq hər kəs vətən uğrunda bir yumruq kimi birləşdi.
Azərbaycan gəncləri könüllü olaraq ordu sıralarına yazılmaq üçün növbələrə dayandı. Döyüş meydanlarında misilsiz qəhrəmanlıq nümunələri göstərdi. Bu gün fəxrlə deyə bilərik ki, ümumilli lider Heydər Əliyevin gəncliyə olan inamı, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində formalaşan Azərbaycan gəncliyi ölkəmizin ən böyük sərvətidir. Əziz gənclər, siz Azərbaycanın bugünü və sabahısınız. Sizin bilikləriniz, əzminiz, vətənə bağlılığınız ölkəmizin gələcəyini daha da parlaq edəcək. Bu inamla, bu qürurla sizi 2 fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə ürəkdən təbrik edir. Hər birinizə sağlamlıq, uğur və daim yüksələn nailiyyətlər arzulayıram. Yaşasın Azərbaycan gəncliyi!